Bakının Nərmanov ərazisində yaşayan bir neçə sakin Meydan TV-yə yazaraq şikayət edir ki, hər həftə binalarına polislər gəlir, onlardan qapını açmaq, sənədlərini göstərməyə tələb olunur. Gələnlər mülki geyimli yox, elə polis formasındadılar. Qapını açmadıqda isə onlar həmin mənzilin işığını və ya qazını kəsir, qapını açmağı tələb edirlər. Qapını çox sərt şəkildə döyürlər, həm də digər qonşular, hansı kirayədə almayanlar buna etiraz edirlər çıxıb. Onlar da deyirlər ki, yoxlanış aparırıq. Yalandan deyirlər ki, şikayət var, hətta belə bəhanələr də uydururlar. Bir neçə dəfə eşitmişəm bunu artıq. Çox tipdən işığı söndürürlər, qaz söndürürlər, bu tip şeyləri anlatırlar ki, ehtiyatla məcbur edirlər ki, kim qalırsa çıxsın çörədə, yəni. Bütün blokun qapılarını ədərlər, bir-bir döyürdülər. Sonra yavaş-yavaş əllərində kağız da var, yazırlar ki, kim harada qalır, kimdir qalan evdə. Məsələn, onları qeydiyyatına aparırlar. Kimdir qapıları açmır, onları təzədən gəlirlər. Yaxşıdan bir hər həftə gəlib döyürlər, hər həftə gəlib döyürlər bu şəkildə. Bütün bu baş verənlər isə cərimə yazmaq üçündür. Belə ki, qapı-qapı dolaşıb sənəd yoxlayan polislər o mənzillərdə qalan şəxslərin daimi və ya müvəqqəti qeydiyyatının olub-olmamasını bilmək istəyirlər. Qapını açan vətəndaşlar əgər qaldığı mənzildə qeydiyyatda deyilsə 30 manat cərimələnirlər. Evini kirayə verən şəxslər isə 400 manat cərimə yazılır. Şikayətçilər deyir ki, bu yoxlamanı qanuna uyğun şəkildə aparmırlar. Hətta qapını açan digər qonşulara deyirlər ki, filan mənzildə qalanlar qanunsuz işlərlə məşğuldurlar. Məcbur edin ki, qapılar açılsın. Beləliklə qonşular arasında qarşıdurma yaranır. Digər qonşulara belə deyirlər ki, bu evdə qalan haqqında şikayət var. Məcbur edirlər ki, qonşular da ona orada təzyiq göstərsin ki, qapını açması üçün. Yəni bu şeyləri anlatırlar. Şikayət var, kiməsə sataşıblar, nəsə belə şeylərlə, yəni qapını açdırmağa çalışırlar, öyrənmək istəyirlər ki, bu evlərdə kimlər qalır. Bəs qanun nə deyir? İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsinə görə vətəndaşın yaşayış yeri və olduğu yer üzrə qeydiyyatdan keçməməsinə görə əvvəlcə xəbərdarlıq olunur, qayda pozuntusu təkrarlandıqda isə 30 manat məbləğində cərimə tətbiq olunur. Meydan TV-yə danışanlar bu vəziyyətin təkcə Nərmanov ərazisində yox, Bakının başqa yerlərində də baş verdiyini deyirlər. Onlar deyirlər ki, tanıdıqları şəxslərin də mənzillərinə beləcə soxulurlar və xəbərdarlıq etmədən ilk dəfədən onlara cərimələr yazılır.